Salam olsun hidayətə tabi olanlara. O cümlədən Laləcə, sən də hidayətə tabi olarsansa, sənə də salam olacaq. Əgər dində məcburiyyət yoxdur, cümləsini də Allahın buyurduğunu bilirsənsə, ardın da dinlə. Mənə öz kanalını açdığını, orada paylaşım etdiyini, səhər yuxudan səhərə yaxın mesajımla bildirdim bugün. Amma ayələr dinlə Laləcə. Allah yanında ən pis məxluqlar kimdir? Özünü haqqa qarşı val, kar və kör kimi aparanlar. Sənə nə qədər demişəm ki? Hə? Niyə paylaşmamısan? Bax, mən paylaşdıqlarıma yazıram Laləcə, bunları paylaş. Valsanmı, kərsanmı, körsanmı? Bir də yadında saxla. Bir ayəndə bilsin. İş, söz və əməllərinizdə Allahdan, Peyğəmbərdən önə keçməyin. Hə, yaxşı. Bir nə demək istəndi? Allahımız Quranda buyurur ki, bütün ilahi kitablarda buyurur. Sözsüz ki, nəysə, indi Quran nədir? Digər ilahi kitablarda təsdiqləyən kitabdır. Allah tövbə edənləri sevər. Bəs sevər. Dində məcburiyyət yox. Bu da ağlı var. Düşünsün, düşünməyənlərin üzərinə Laləcə. Allah pislik yağdırır.